Salam YouTube izləyiciləri. Bugünkü mövzumuz sanata və sanatanın təhlilindən ibarət olacaq və biz təhlili hansı formada deməliyik? Çox sadə dildə özümüz müəllim kimi başa düşdüyümüz tərzdə heç bir elmi cümlədən, kitab cümləsindən dərk etmədiyimiz əzbər formasında yazılmış akordları orada səsləndirməyə ehtiyac yoxdur, imtahanda səsləndirməyə ehtiyac yoxdur. Buna görə də bugün sizin üçün bir yox, bir neçə sanataya toxunacağam. Çünki hər hansı bir tək sanata haqqında sizin üçün danışanda bir çox müəllim elə bütün sanataların o formada olacağını fikirləşir ki, yəni hər bir sanat, hər bir bəstəkar ümumiyyətlə əsəri yazanda sərbəst formada yazır. Baxmayaraq ki, klassik sanatanın özünün tipik forması var və yaxud da romantik sanatada artıq bir qədər başqa formada, artıq klassik sanatadakı kimi əsas və köməkçi partiyalar, yəni o tonallıq çərçivəsindən kənara çıxır bəstəkarlar. Buna görə də hansı sanatadan danışırıqsa, deməli ki, bu cümlələr bu sanataya aiddir və ümumi sanata nədir və qısaca bunun üzərindən keçmək istəyirəm. Təbii ki, bundan öncə sizlər üçün bir-iki məqam vurğulayacağım. Bu məqamlar nədən ibarətdir? Müəllimlər üçün dərs deməli, hər hansı bir sanatadan və yaxud da əsərdən, hər hansı bir mövzudan danışırıqsa, bunu çox sadə dildə müəllimə çatdırmaq lazımdır. Və mənim sizlər üçün yerləşdirdiyim mövzular o qədər sadə dildə sizə çatan və başa düşdüyünüz tərzdə yəni danışmaq istəyirəm ki, onu müəllim özü öz cümləsi qədər dərk etsin. Yəni öz cümləsinə çevirsin, öz sözünə çevirsin və ifa etdiyi əsər əgər həmin əsərdirsə, yəni özü bilsin ki, məsələn, bax, bu formada deməliyəm və bundan artıq, təbii ki, artığı mən də bir müəllim kimi bilirəm, yetəri qədər vəsaitlər də var. Məsələn, əgər mən bugün sanata haqqında danışıramsa, açaram sanata forması burada, müxtəlif cümlələrdən istifadə eləyərəm, belə elmi cümlələrlə yazaram və yaxud da daha gərgin, belə deyim də, nə varsa kitabda eynən o formada danışaram, amma bu müəllimə çatmayan belə deyək ki, tərzdə